Gəncədə qəzalı vəziyyətdə olan dam örtükləri və novdanlar təmir edilir. Gəncəxəbər.az Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, qurumun təmir tikinti və qəza xidməti şöbəsi tərəfindən şəhər ərazisində yaşayış və qeyri-yaşayış binalarının qəzalı vəziyyətdə olan dam örtüklərində, həmçinin novdanlarında təmir bərpa işləri həyata keçirilir. Belə ki, qurumun təchizat xidməti briqadasına edilən vətəndaş müraciətləri əsasında tərtib edilmiş iş qrafikinə uyğun olaraq Məhrəsa bağı yaşayış massivində yerləşən 17 və 18 saylı, eləcə də Yeni Gəncə qəsəbəsində yerləşən 30 saylı yaşayış binasında, Cumhuriyyət küçəsindəki 10 saylı yaşayış binasında və digər müxtəlif ərazilərdə yaşayış binalarının dam örtüklərinin novdanlarında təmir işləri aparılıb. Sözü gedən yaşayış binalarının novdanlarındakı və dam örtüklərindəki yaranan nasazlıqlar aradan qaldırılıb, yararsız hala düşən novdanlar yenisi ilə əvəzlənib. Novdanların təmiri növbəllik əsasında görülür və mərhələli şəkildə aparılacaq. Qeyd edək ki, fevralın sonunda Gəncə şəhər ərazisində güclü külək nəticəsində binaların dam örtüklərində yaranan problemlər də mərhələli şəkildə həll edilir.